SEO mətni hazırlamaq üçün bizə hazır şəkildə şöbə müdürümüz mətn atır. Bu mətni kopyalayıb hər dəfəsində ChatGPT-yə atırıq və ondan nə istədiyimizi o artıq bilir. SEO mətn odur ki, biz onu sayta yerləşdirdiyimiz zaman daha çox müştəri əldə edək. Burada ondan nə istədiyimizi deyirik. Məsələn, kateqoriyanın adım və açar sözlər. Hər kateqoriyaya aid özünün açar sözləri olur. Daha sonra Index saytına daxil oluruq. Burada 3 dənə estetik, tibbi və digər kateqoriya avadanlıqları var. Burada bir çoxunu eləmişik, nümunə üçün göstəririk. Məsələn, hər hansısa bir kateqoriyanı seçirik və onun gördüyünüz kimi, məsələn, fizioterapiyanı seçdik. Kateqoriyanın adı fizioterapiya üçün cihazların satışıdır. Bunu kopyalayıb göndəririk yenidən ChatGPT-yə. Ardıca bizə hazır hər kateqoriya üçün açar sözlər verilir. Hansı ki, o açar sözlər saytda daha çox axtarılan sözlərdir. Yəni, bunu da yazmaqdan məqsədimiz odur ki, müştərilər yazacaqları zaman ilk bizim saytımız onların önünə çıxsın. Açar sözlər isə yazıb bizə göndərilən, məsələn, fizioterapiya üçün olan açar sözlər bunlardır. Bunu kopyalayırıq, yapışdırırıq, göndəririk ChatGPT-yə və o bizə hazır mətn atır. Mətni dəfələrlə oxuyuruq. Diqqət etdiyimiz ən önəmli nüans odur ki, kateqoriyanın adı mətnin içərisində 6 dəfə işlənilsin. Burada da gördüyünüz kimi fizioterapiya üçün cihazların satışı qalın hərflərlə yazılıb və onu bizim görməyimiz bizim üçün daha tezdir və alternativdir. Ən sonda isə açar sözlər yazılır. Mətni oxuyuruq. Orada hərf səhvlərinə mütləq şəkildə baxırıq. Nə bizi qane edir, etmir. Əgər mətn bizi qane etmirsə, tələblərimizə cavab vermirsə, bunu daha çox belə deyirik ki, dəyişsin. Bundan sonra həmin mətni göndəririk şöbə müdürümüzə. Əgər o da təsdiqləyirsə, göndərir sayt üzrə mütəxəssisə və sayta yerləşdirilir.